Salamlar qızlar, yeni vloguma xoş gəlmişsiniz. Bu vlogu mən əslində çoxdan çəkmişdim, sadəcə paylaşmağa vaxt yox. Deməli qızlar, bu bilmirəm hansı vlogda olacaq, çünki burada görürsünüz təzə manikürüm var. Yəqin manikür olan vlogda olur. Sadəcə çoxlu videolarım var, bilmirəm hansı vlogda hansı olacaq. Yenə girmişdim Olivia'ya, yenə dayana bilmədim təbii ki. Özümə nələr aldım. Göstərim. Bunları rahatdan almışam. Kızım xəstələnib. Yəni heç bir uşaq xəstələnməsin də, həqiqətən heç bir bala xəstələnməsin. O qədər yəni analar lap yaxşı anlayır məni təbii ki də, amma belə təbii ki heç kim istəməz də uşaq xəstələnsin. Yaxına baxırdım bunun. Bu işim deməli nə var? Bunlar marketdəndir. Bu çox xoşdur. Mən peçenyeləri kofeyldir. Kofeyle vəbşə çox qəşəng gedir. Aslında nəziydi biraz. Görüm açıq var idi boyaq. Hamısını yedim. Böyle bir peçenyelerdi. Almıştı ya bu kadar şeyler. Tezi değişmişim. Ama çok tatlıdır. Bakın belə nəziyi olur aslında ama çok tatlıdır. Çok hoşdurum. 3 tane almıştım. Birini yedim demələr ya. Bir də nələr aldım? Belə bir əl sabunu aldım. Bu vanil qoxuludur. Amber və vanil. Çox xoşduram mən amber və vanil qoxusunu. Ümumiyyətlə bilmirəm. Mən çox sevirəm. Sonra quru şampun almalıydım. Əslində Batiste işlədirdim. Keçən dəfə demələr ikisini tez işlətdim, bitirdim. Bu dəfə marfozunu aldım. Bunu yoxlayacağım. Bu sırf elə açıq renkli. Məncə açıq renkli saçlar üçün burada yazılıb. Renkli fərqi yoxdur məncə. Quru şampundur. Bunu indi yoxlayacağım, görüm necədir. Bir dənə də belə bir şampun aldım. Bu yağlı saçlar üçündür. Yazılana görə bu yüzden indirmə düşmüşdü. Yaxşı bir indirmə düşmüşdü. Bir dənə çekini tapım deyəcəm sizə. Yəqin ki o qədər də laf belə wow deyil, amma biraz da olsa təsir olur. Çox sevinərəm çünki saçım hər gün yağlanır. Əslində quru şampun da elə ona görə almışam ki hər gün saçımı yumayım. Bu quru şampun ümumiyyətlə elə bir effekt verir qızlar. Əgər yoxlamamışsınızsa və yaxud da yoxlamaq istəyirsinizsə, sırf özdə ki məndən sonra vurmağa məsləhət görürəm. Bu kamera niyə belə eləyir? Obşim, sırf ki məndən sonra saçınıza tətbiq eləyin. Təmiz aldığında lap çox qalacaq. Tapa bilmirəm burada o şampunun adını. Bu Dermanit endirimi 3 manat. 12 manatdan 3 manat 60 qəpik. Belə hesablayarsınız. Mən biraz yorğunum. Bu sabun düşüb 4.99'dan 3 nə qədərəsə. Mənə daha doğrusu hədiyyə belə şeylər qoydular. Kremlər dedilər ki, bunu da yoxlayarsınız. Cosmogenis'in keçən dəfə şeyini aldım. Serumunu. Baxın, mən sizə çölü göstərmək istəyirdim. Bayaqdan bir dənə duman var idi çöldə. Amma indi getdi. Ona görə biraz gecikdim. Böyle bir zavtrak hazırladım özümə qızlar. Hava düzəldi, çox qəşəng havadır. Qızım dursun, çıxardacağım şöyle. Deməli, burada avokadolu belə bir tost. Minimalizm. Etdim airfryerdə. Keçən dəfə kimi əridi pendir, sonra da avokado ala verdim. Zaten hava gözəl olanda mənim də keyfim elə gözəl olur ki, bilmirəm sizdə də elədir ya yox. Amma mən ümumiyyətlə havadan çox asılıdır mənim keyfim. Həmişə hava yaxşı olanda mən də yaxşı. Qızlar, deməli qaynanam burada pirog bişirib. İnanırsınız, o qədər dadlıdır. Məndə ümumiyyətlə şirniyyat heç vaxt alınmır. Heç prob eləməmişəm axır vaxtlar. Amma bu piroqun həmişə o qədər ki, ümumiyyətlə onda hər şey yaxşı alınır. Bu piroq da çox dadlıdır. Deyəsən limonludur da. Bunun reseptini görüm öyrənsəm sizə də paylaşacağım. Sabahınız xeyir olsun qızlar. Bugün sadəcə yaz havasıdır, konkret olaraq. Yəni mən çıxmışdım qış paltarı ilə, dəhşət isti oldu, mənə qayıtdım və qərar verdim ki, qızımı yedizdirim, paltarlarını, yeməyini falan götürüm, gedək şəhərə. Həm qəşəng havada gəzək, həm alış-veriş eləyək, oturaq. Bugün qızımı şəhərə aparacağım. Belə bir look yığdım özümə qızlar.
Bu deməli pencək manqudandır. Şalvar geysdəndir. Biraz əslində ütü lazım idi, amma tələsirəm. Ayaqdan çıxmalıyam. Çıxıb bitirə bilmirəm. Bizim logo kimin belə zəkikli. Ümumiyyətlə kimisi də belə açıq tonlardır. Bu boyda gəzintidə bayaqdan 3 saata yaxındır da bu uşaq gəzir. İnanırsınız bu uşaq bəlkə də 1 saat yatdı ya yatmadı. Yəni dəhşət bir şeydir də. Bu uşaq niyə belə yuxusuzdur mən bilmirəm. Ancaq oynayıb orada. Dəniz malının işçiləri bundan danışıb gəliblər oynayıb. Deməli bugün qızımın 5 ay tamam olur. Hər ay mən onun üçün tort sifariş edirəm. Şəkillərini, videolarını çəkirəm xatirə üçün. Bento Bakıdan sifariş edirəm həmişə. Reklam deyil yenə də. Sadəcə məsləhət görürəm. Mən həmişə çatdırılma edirəm, amma özünüz də götürə bilərsiniz. Nizami Boldadır, səhv eləmirəmsə filiallar. Çünki bu ayda bu dizaynla eləmişəm. Hər ay fərqli bir dizaynla eləyirəm. İndi birazdan şəkillərini və videosunu çəkəcəm. Əgər alınsa sizə də bir mini bir... İndi qızımın videosunu çəkəcəm. Burada tortdur. Sona kimi baxdığınız üçün təşəkkür edirəm. Zəhmət olmasa mənə abunə olmağı və videolarımı bəyənməyi unutmayın.